Salam, hər vaxtınız xeyir olsun. Mən Ağabəyli Saməddin. Bugün sizlərə yuvarlaqlaşdırma ilə bağlı həm dərs, həm də test izahı verəcəm. Yuvarlaqlaşdırma bilirsiniz ki, ibtidai sinif proqramında həm MIQ, həm sertifikasiya imtahanında, həmçinin 4-cü sinif şagirdləri isə monitorinq imtahanında qarşımıza çıxan suallardandır. 3-cü sinif, 4-cü sinifin mövzusu olmağına baxmayaraq, bu sualların içərisində elə bir məntiqi hissə bizə verə bilirlər ki, biz bu suallarda çalışa bilərik. Əgər bugünkü sualların hamısını, məntiqi yolunu tam anlasaz, siz imtahanda olan yuvarlaqlaşma sualının hamısını yaza biləcəksiniz və bilin ki, bir sualınız hazırdır və cibinizdədir. Başlayaq vaxt itirmədən. Yuvarlaqlaşdırmada iki qrup ədədlər var. Zəif ədədlər və güclü ədədlər. Zəif ədədlər o ədədlərdir ki, onlar yuvarlaqlaşdırılan zaman artım vermir. 0, 1, 2, 3, 4 zəif ədədlərdir. Güclü ədədlər isə 5, 6, 7, 8 və 9'dur. Bunlara da biz güclü ədədlər deyəcəyik. Bu ədədlər də yuvarlaqlaşan zaman öz solundakı rəqəmin üzərinə bir vahid artım vermiş olur. Və ədədin nəyə qədər yuvarlaqlaşdırmaq çox önəmlidir. Yəni, hansı mərtəbəyə qədər yuvarlaqlaşdırırıq? Stres altında olan ədəd hansı ədəddir? Bu arada bizim belə bir yadda saxlama üsulumuz var. Stres altında olan ədəd. Nə üçün bu sözü istifadə edədiyimizi birazdan çətin sualların həllində, çətin deməyə də diqqət edə bilən sualların həllində bunu yaxşı görəcəksiniz. Gəlin birinci sualımızdan başlayaq və istədiyimiz fikri sizə tam aydın şəkildə çatdıraq. Bizə deyir ki, 197.782 ədədinin minliklərə qədər yuvarlaqlaşdırmasından hansı ədəd alınır? Baxın, təklik, onluq, yüzlük, minlik. Nəyə qədər deyirsə, o ədədin altına xətt çəkirik, minliklərə qədər və o ədədin sağındakı ədəd stresə düşür. Nə deməkdir bu stresə düşmək? Yəni, həmin ədəd, bu dairəyə aldığımız ədəd, şərti ödəməli olan ədəddir. Yük bunun boynundadır. Yəni, budur bugünkü sualın taleyini həll edən ədəd. Bu da deyir ki, yuvarlaqlaşdır. Bu rəqəm güclü ədəd olduğuna görə, 7 güclü olduğuna görə özündən sola bir vahid artım verəcək və eləyəcək 198.000. Yəni, yuvarlaqlaşan ədəd soluna əgər güclü ədəddirsə bir vahid artım verir, özü və özündən sağdakıları sıfıra çevirir. Əgər zəif ədəd olsaydı, heç bir artım olmayacaqdı. Məsələn, bu 7'nin yerində tutaq ki, 4, 3, 2, 1, 0 hansısa biri olsaydı, 197.000 olacaqdı. Yəni, artım baş verməyəcəkdi. Azalacaqdı. 197.782 indi artdı, 198.000 oldu. Bir də var, azalıb 197.000'ə qayıda bilərdi. Ona görə azalma və artıma diqqətlə baxın. Güclü ədəddirsə artır, zəif ədəddirsə azalır. Nəyə qədər yuvarlaqlaşdırdığı, bax bu sözə diqqətlə baxın. Ola bilər bunu minliklərə qədər yox, 10 minliklərə qədər, 100 minliklərə qədər, milyonluqlara qədər, nəyə qədər yuvarlaqlaşdırırsa, həmin ədədin altından xətt çəkirik və sağındakı ədəd stresə düşmüş ədəd olur. Digər ədədlər isə kefdə olan ədədlər olur. Sualın cavabı oldu B variantı. İkinci sualımız eyni ədəddir, amma bu dəfə yüzlüklərə qədər yuvarlaqlaşdırır. 197.782. Yüzlüklərə qədər dediyinə görə təklik, onluq və yüzlüyün altına xətt çəkirəm. Sağındakı ədədə baxıram. Sağındakı ədəd əgər güclü ədəddirsə, o bir vahid artım verəcək. Baxın, bu ədədin yüzlüyü budur. Sağındakı stresə düşən ədəd isə 8'in özüdür. 8 artım verir. 197.800 ədədini yaradır. Deməli, doğru cavabımız olur C variantına bərabər. Başlanğıc olaraq onu anladıq ki, nəyə qədər yuvarlaqlaşdırırıqsa, o ədədin sağındakı ədəd stresə düşür və stres altında olan ədəd artım verən güclü ədəddirsə artır, azalma verən zəif ədəddirsə ümumi ədədimiz azalır. Yaxşı müəllim, bunları bilirik. Bunlar sadə, uşaq şeylərdir. Gəl bunu indi yavaş-yavaş diqqət edə bilən formalara çatdırmağa çalışaq. Bu arada FES Akademinin dərslərinə qoşulmaq istəyirsə 055 527 25 99 WhatsApp nömrəmizə yaza bilərsiniz. Minliklərə qədər yuvarlaqlaşdırdıqda 7000 alınan ən böyük ədədi tapın. Ən böyük, ən kiçik ədəd tapmaq üçün bir neçə üsul var. Bəziləri məsələn əzbərləyir. Minliyə qədər deyəndə 499, 10 minliyə qədər deyəndə 4999 və s. toplama çıxma əməliyyatları. Belə yadınızda saxlayın. Birinci üsul nəyə qədər deyir? Minliyə qədər deyir. Mini çünki orada görürsən də sən yadva düşəcək ki, mindir bu. Bölürsən 2'yə, çıxırsan 1'i. Eləyir 499. Hər zaman. 100'lüyə qədər dedi, 100'ü bölürsən 2'yə, çıxırsan 1. Yəni 10 minliyə qədər dedi, 10 mini bölürsən 2'yə, çıxırsan 1. Elədi mi ədəd? 499. Bu ədədi bundan toplayırsan. Ən böyük qiymət dediyinə görə 7000'in üzərinə
499'u gəlirsən. Olur 7499. D variantı bizim cavabdır. Ya əzbərləməlisən ki, 1000 deyəndə 499, 100 deyəndə 49, yəni 9-dan artıb azalmağın, ya bu şəkildə düstur yadında saxla, ya da bil ki, bunun məntiqi yolu nədir? 7 onsuz da olduğu kimi qalır, sağına artım verməyən ən böyük ədədi yazıram. Hansı da artım verməyən böyük ədəd 4-dür. Bu 4 qapıdadır. Artıq icazə vermir ki, kimsə buradan keçib getsin, saxlayıb hamısını. 4-dən sonra da istədiyim ən böyük rəqəmlər 9-ları düzürəm ora. Yəni məntiqi yol, düstur yolu, əzbər yolu, necə istəyirsən yaz. Əsas budur ki, beyninin içərisində bu həkk olsun. Ən böyüyünü taparkən bunu eləyirik. Bəs müəllim, ən kiçiyini taparkən nə edirik? Ən kiçiyini taparkən də minliklərə qədər dediyinə görə sadəcə 1000-i bölürsünüz 2-yə. 1000-i 2-yə böldüm elədir 500. 7000-dən çıxıram 500-ü. Tutardı. 6500 elədir. Deməli, ən böyüyün deyəndə 1000-i 2-yə bölüb 1 çıxdım və verilən ədəddən topladım. Ən böyük deyirək, toplamalıyam. Ən kiçik deyəndə 1000-i 2-yə böldüm və verilən ədəddən həmin o cavabı çıxmış oldum. Məntiqi yolda budur ki, 7-ni bir vahid aşağı yazıram. Çünki üzərinə 1 gəlmə haqqım var, onu istifadə edəcəm. Sağına artım verən ən balaca ədədi yazıram. Artım verən ədədlərin ən balacası 5-dir. Qalan da ən balaca rəqəmlər 0-dur. Sıfırları düzürəm. Yəni, istəyirsən düstur, istəyirsən məntiq, istəyirsən qayda əzbərlə. Bütün hallarda bu sualın cavabı eynidir. Ümid edirəm bu 4 sualın, bu çox sadə suallardır. Məntiqini anlayışla qarşıladım. Başa düşdün ki, bunun məntiqi nədir? Bəzi hissələrdə əzbərləməliyəm, bəzi hissələri anlamalıyam. İndi gəlin, yavaş-yavaş bu sualları hissə-hissə çətinləşdirməyə çalışaq. Bizə deyir, 7, 4, A, 3, 2. Bu 5 sualın nömrəsidir, sizi çaşdırmasın, bunu qaralayaq. Ədədini minliklərə qədər yuvarlaqlaşdırdıqda ədəd azalır. Ədəd azalır. A-nın ala biləcəyi ədədlərin sayını tapın. 7, 4, A, 3, 2. Bu hissəyə xahiş edirəm, çox diqqətlə qulaq as. Bu sadədir. Bundan sonrakında çaşmaq istəmirsənsə, dediyim qaydanı yaxşı beynində saxla. Stres altına hansı ədəd düşür? Onu tapmalıyam. Təklik, onluq, yüzlük, minliyin sağındakı ədəd A-dır. Bəli, A burada stres altındadır. Yəni A məsələnin şərtini ödəməlidir. A sənsən, imtahana hazırlaşan, stressdəsən, sənin üzərində bir məsuliyyət var. Sən bu ədədi azaltmalısan. Azaltmaq üçün də sənin ala biləcəyi qiymətlər 0, 1, 2, 3 və 4-dür. Çünki zəif ədədlər azaldır da. Deməli, A-nın yerinə 0, 1, 2, 3, 4 ola bilər. Yəni, A-nın ala biləcək qiymətlərin sayı B variantı 5 dənədir. İndi hazırsan bunun qaza gətirən versiyasını yazmağa. Bunu yazdın, əla. Bundan sonraki sualı düz yazsan, bil ki, sən olmuşsan əjdaha, özündən xəbərin yoxdur. 6-cı sualımız, buyurun. 6-cı sualda vaxt verəcəyik. 7, 4, A3-2 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda ədəd azalır. A-nın ala biləcək qiymətlərin sayını tapın. Bu sualı xahiş edirəm, bax bu dəqiqə sən, hey, görürəm səni. Videonun altına, videonu saxla, rəy bölməsinə doğru cavabı yaz, qayıt gəl, indi sualın izahına bax. Gör, düz yazmısan, yoxsa səbah silməyə rəy, ürəkli ol. Bax, bu ədədi mən nəyə qədər yuvarlaqlaşdırıram? 7, 4, A, 3, 2 yüzlüklərə qədər deyir. Yüzlüyün altına xətt çəkirəm, sağındakı ədəd stresə düşür. Pəh! Gör məni necə alladır bu. Burada stres altında olan ədəd 3-dür. A deyil. A kefdə deyə, istirahət, Maldiv, Antalya. A-nın heç bir məsuliyyəti yoxdur. Bir dənə məsuliyyəti olan ədəd var, o da 3-dür. 3 də onsuz da məsuliyyətin düzgün yerinə yetirir və bu ədədi azaldır. Sən A-nın yerinə nə istəyirsən qoy, nə istəyirsən qoy. 0-dan 9-a qədər nə istəyirsən qoy. Bu ədəd yüzlüyə qədər yuvarlaqlaşanda ədəd azalacaq. Çünki yüzlüyünün sağındakı ədəd 3-dür. Və 3 istədən də istəməsən də, burada A yox, İsaməddin müəllim olsa da, yenə bunun üzərinə 1 gəlməyəcək, ümumi ədədimiz azalmış olacaq. Yəni A 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 hamısı ola bilər. Cavab C variantıdır. İndi beynimdə bir sual yaranır. Deyirsən, ay İsaməddin müəllim, səhərdən bə deyirdiniz, zəif ədəd, güclü ədəd. Nə oldu? Azalır deyir, siz mənə 5, 6, 7, 8, 9-da yazdınız. Nə oldu? Nə olduğunu sən anla. A-nın yerinə
Mənə inanmırsan, canın sağ olsun, mən incimirəm, küsmürəm. A-nın yerinə özünə inan, get ürəyin istəyən rəqəmi qoy. Məsələn, müəllim 8, gəl qoyaq. 7, 4, 8, 3, 2. Hə, indi bunu yüzlüklərə qədər yuvarlaqlaşdır. Təklik, onluq, yüzlük, sağındakı ədəd 3-dür. 3 bir vahid artım verməyəcək və yuvarlaqlaşıb 74.800 olacaq. Razısan? Əlbəttə razısan. Bu ədəd 74.832 idi. Oldu 74.800. Azaldı, qutardı da azaldı. Ədəd balacalaşdı da 32 vahid azaldı. Hə, bə nə oldu? Niyə 8 qoymayım ki? Niyə 9 qoymayım ki? Əgər mənə desəydi ki, minliklərə qədər yuvarlaqlaşdır, hə, onda sən deyən olardı. Onda minliyin altından xətt çəkib, A-nı stresin altına salardım. Deyərdim ki, stres altında olan ədəd azaltmalıdırsa 0, 1, 2, 3, 4 ola bilər. Cavab 5 dənə rəqəm olardı. Amma burada yüzlüklərə qədər sözü olduğuna görə A-nın sağındakı ədəd stresə düşür, A kefdə olur. A-nın bu misalda heç bir önəmi olmur. Ona görə A istənilən rəqəm ola bilir. 3 isə öz vəzifəsini yerinə yetirərək bu ədədi azaltmış olur. Uzun sözün qısası, ümid edirəm bu sizin üçün kifayət qədər açıqlayıcı bir şey oldu. Çünki imtahanda ən çaşdırıcı məqam müdavimlər üçün bu olur və ümid edirəm siz bunu yaxşı şəkildə anladınız. İndi görək bizi sağ göstərib sol vurmaq istəsələr, biz bu sualları özümüz öhdəsindən gələ biləcəyikmi? 7-ci sualda ümid edirəm rəydə birinci siz yazacaqsınız, doğru cavabı qeyd edəcəksiniz. Ondan sonra isə mən sizə izahını vermiş olacağam. Bu arada bütün bu sual tiplərindən ümumiyyətlə çərçivəni əhatə edən bütün mövzuları doğru cavab variantlarla bir yerdə bu kitabda işləyib əldə edə bilərsiniz. MİQ və sertifikasiya ibtidai yazdaşanlar üçün bütün kitabxanalarda var. İstənilən formada bütün illərin qəbul suallarının nümunələri, yeni çərçivəyə salınmış mövzular, nə bilim, yoxdur da, yəni hər şey var. Qarşı bir kitab işləməklə imtahana tam hazır ola bilərsiniz. Kitabı bütün mağazalardan əldə edə bilərsiniz. Həmçinin bizə yazıb nümunə səhifələrlə tanış ola bilərsiniz. Bu arada 4-cü sinif monitor imtahanı hazırlaşan şagirdlər üçün də ödənişsiz bizim qruplarımız var, sınavlarımız var, kitablarımız var. Onlar haqqında da məlumat əldə edə bilərsiniz. Getdik. 6, 7, 8, A4, 6, 2. Yüzlüklərə qədər deyir. Təklik, onluq, yüzlük. Sağındakı ədəd 6-dır. A stresdə deyil, A kefdədir. Deyir ki, ədəd artır. Bəli, onsuz da artacaq. Çünki 6 bu ədədi artıracaq. A-nın ala biləcək qiymətlərin sayı 10 dənə. 0-dan 9-a qədər ürəyi istəyən bütün rəqəmləri ala bilər. Cavab oldu C. 8-ci sual. Bu sualda da bizə sağ göstərib sol vururlar. Niyə? Çünki müdavim deyir ki, aha, başa düşdüm, şərti anladım, qaydaları bildim, artıq mən qaza gəlməyəcəm. Amma başqa yerdən vururlar bizi, gəlin baxaq. Deməli bizə deyir ki, 5, 4, A, 7 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdır. Təklik, onluq, yüzlüyün altına xətt çəkirəm. Sağındakı ədəd A-dır, stresə düşdü A və bu A şərti ödəməlidir. Artır şərtini ödəməlidir. Artan ədədlərdə nə var ki? 5, 6, 7, 8 və 9-dur. Gedim qaça-qaça cavabı C variantı götürüm. Birdən qulağıma İsaməddin müəllimin o məlahətsiz səsi gəlir ki, qaza gəlmə. Nə olar bir şərtə bax görün, bəlkə sənə deyir rəqəmləri müxtəlif. Bəlkə bu yuvarlaqlaşdırma ilə bağlı deyil, əlavə bir şərtdir. Sən yuvarlaqlaşdırmanı öyrənmisən. Bunları düşünürsənsə öyrənmirsən. Amma bu qaza gəlməkdir artıq. Rəqəm müxtəlifliyi o deməkdir ki, yəni burada 5-in özü varsa A-ya 5 yazma da. Burada artıq 5 var da. 7 varsa A-ya 7 yazma. Yəni rəqəm müxtəlifliyi odur ki, burada olan rəqəmlər, indi 4 onsuz da mən düşünə bilmərəm, çünki artım verməyən ədəddir. Amma 5 ilə 7 bizim rəqəmlərin müxtəlif şərtimizi pozacağına görə 5 ilə 7-ni çıxdım. 6, 8, 9. 3 dənə rəqəm ola bilər. Görürsünüz? 3 dənə rəqəm bizim sualımızın cavabıdır. 9-cu sualda yazırsan, ondan sonra ağzımızdan yalov çıxacaq. Çünki biz olacağıq əjdaha. Bu sualda düz yazdınsa, həm sağdan gələn zərbədən, həm soldan gələn zərbədən, həm nə bilim təpi zərbələrindən xilas olmuş olacaq və biləcək ki, bizim artıq heç bir qorxumuz yoxdur. Ringdə qalib gələ bilərik imtahana. Rəqəmləri müxtəlif 6, 3, A, 7, 4 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdır. Təklik, onluq, yüzlük, sağındakı ədəd stres altında olan ədəd 7-dir.
Artım verirmi? Verir. Şərt ödəyir. A-nın yerinə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 düşünməli idim. Amma rəqəmlərin müxtəlif şərti dediyinə görə 6 varsa 6 olmaz, 3 varsa 3 olmaz, 7 varsa 7 olmaz, 4 varsa 4 olmaz. 0, 1, 2, 5, 8 və 9. 1, 2, 3, 4, 5, 6 dənə də ola bilər. Doğru cavabımız olur B variantı. 6-ya bərabər. B yazanlarımızı şık gürültülü alqışlayırıq. Halaldır sizə. Əjdahasız. Bu arada bu videomuzu bəyənin, paylaşın ətrafınızda. İstər 4-cü sinif şagirdləri olsun, ibtidai sinif müəllimləri olsun, miqə azlaşan ibtidai sinif müəllimləri, müdavimləri olsun. Bu video hər kəsə açıq videodur. Bunu paylaşaraq siz də onlara dəstək ola bilərsiniz. Videomuzu bəyənin, paylaşın və kanalımıza abunə deyilsə, abunə olub bildirişləri açın. Rəylərdə də öz ürək sözlərinizi bildirərək siz də bizə motivasiya ola bilərsiniz. Getdik. 2, 3, A, 6, 4, B, 5 ədədinin 20-100 minliyi olur. Aha, bunu yuvarlaqlaşdıranda, 100 minliklərə qədər yuvarlaqlaşdıranda 23-100 minlik olur. Yəni bu 23 olduğu kimi qalır yerində. Yəni A artım verməyən ədəddir. Artım verməyən ədədlər hansılardır? 0, 1, 2, 3 və 4-dür. 0, 1, 2, 3, 4 artım verməyən ədədlərdir. İndi bizə deyir ki, verilən ədədlərdə A üstəgəl B 11-dir. A üstəgəl B bərabərdir 11. Yaxşı. B-nin ən kiçik qiymətini tapın. Fikir verin, mən A-ya 0 yaza bilmərəm. Çünki A 0 olsa B 11 olmalıdır. Cəmi 11 versin deyə. Axı B bir rəqəmdir. Nətər bura 11 yerləşdirək? Və yaxud da A-nı 1 yazsam, B 10 olacaq da 11-dən 1-i çıxanda. Yəni B 2 rəqəmli bir şey deyilsə, A-ya 0 və 1 düşünə bilmərəm. A 2 olsa, B 9 olar. 3 olsa 8 olar. 4 olsa 7 olar. Bu olar. İndi bizə deyir ki, B-nin ən kiçik qiymətini tap. Burada B-yə ən kiçik qiymət bu versiyadadır. B-yə 7, A-ya 4 yazaram, icazəm var da. Və bu sualda B-nin ən kiçik qiymətin A variantı 7 təyin etmiş olaram. Və sizə son olaraq sual verirəm. Bu sual sizlərin sualdır. Rəy bölməsinə mütləq şəkildə bu sualın doğru cavabını yazın. 055 527 25 99 WhatsApp nömrəsinə yazaraq siz də bizim ödənişli, ödənişsiz dərslərimizdən, WhatsApp qruplarımızdan, kanallarımızdan, sınavlarımızdan yararlana bilərsiniz. Həmçinin Ağabəyli Saməddin Instagram hesabına keçid edərək bizim yüksək nəticələrimizdən tanış ola bilərsiniz. Videomuzu bəyənin, paylaşın və öz ürək sözlərinizi bildirməyi unutmayın. Sizin rəyləriniz bizlər üçün çox önəmlidir. Hansı mövzunu bu şəkildə izahını istəyirsinizsə, yəni bu sualları yaz və imtahanda həmin mövzudan canlı qurtar tipli video istəyirsinizsə, rəy bölməsinə həmin mövzunun adını qeyd etməyi unutmayın. Sağ olun, görüşərik, hələllük.